Zəngiləm deyimi, atan zəng eləyir burada. Bəs gəldim, çağırdım səni. Qalx. Çıxaqdan da götürmüsən hər şeyi. Ha. Şeydə atan çıxdı çölə. Sabir daya neyini? Çıxdı. Sən hələ ki durmamısan, giyməmsən, yemək yeməmsən. Bəs necə olacaq? Bəs bayaqdan mən səni çağırdım ki, az Zeynəb dur ayağa, gedirik. Bacın durub, yemək yeyib, eyni kupayını gemidən giyinib çıxacaq. Ne oldu? Ne bəsdir? Bundan başqa heç kim düşmür yadına. Bəs mən sənə zəng elərdim. Zəng eləm deyimi, atan zəng eləyir burada. Bəs gəldim, çağırdım səni. Bəs dur da ağlamaqdan sonra dur giyin də. Tez o vaxtı var, az qalır. Kupayasının üstündən də sarafan bu giyin. Neçə dəfə çağırmışıq səni də. Kışkırtma. Lütfen de yemeği vermişim sana. Yolu çıkan beni attı bu kız. Öyle mi? Ya işte kışkırtma ile diyeceğine. Gel ana baba gel aşkım. Daha cevaptan kışkırtma Aşkım. istiyorsan. İzləyicilər, növbəti qışqırtma Yağmura gəlsin. Sabahınız xeyir olsun. Bugün səhəri qışqırtma ilə açdıq. Zeynəbə qışqırtma elədik. İndi onun hayfını Yağmurdan almaq lazımdır. Zeynəb özünə söz verib. Növbəti vlog, daha növbəti qışqırtma Zeynəb, Yağmur olacaq. İnşallah. Onu da düşünək görək, necə fərqli, necə maraqlı eləyək. Biz deməli səhər durduq, eynimizi geyindik, hazırlaşdıq, sumkamızı yığdıq, gəldik Atlanta. Atlanta əvvəl giriş, nə bilim fərqli olur, 15-ə, 16-ya, 17-yə fərqli olur. Biz gedən həftəsi 13 manat idi. Oranın 2 dənə baseynisi var idi, 2 hissədən, biri gəmili, biri isə timsahlı. Bizim uşaqlar nədənsə gəmilini sevmirlər, timsahlı tərəfi daha çox sevirlər, orada daha çox əyləncə var, daha çox belə deyək, necə dinamik daha çoxdur. Ona görə timsahı daha üstün tuturlar. Biz buraya indi birinci günü idi gəldiyimiz, yəni bu ilin birinci günü. Sizin üçün timsahlı yerdə çəkəcəm. Bu həyətidir. Burada həmçinin həm otelləri, həm belə ayrıca evləri də var. Yəni katriç kimi bir şeydir. Çox qəşəngdir. Həm səliqəlidir, həm təbiət qoynunda düzəlib. Adamın çox maraqları gələn belə uşaqlar üçün parklar var, futbol meydançası var. Sonra voleybol meydançası var, basketbol yeri var, idman alətləri var. Yəni yelləncəklər falan, sürüşkənlər, balaca bir park yeri var. Yəni çox qəşəngdir içərisi. Və orada istəsəz velosipedlər də sürə bilərsiniz. Sonra skuterlər də sürə bilərsiniz. Onlar amma yəni daxil deyil, ödənişlidir bildiyim qədərində. Size namara var şimdi. Ha taraftan dönüyor. Ben basayım. Bu adı neydi? Çerçodan bir daha. Çerçodan. Çerçodan bık. Çok güzel lazım. Gitmiş başka şekilde. Çerçodan akşama kadar burada olmuş. Nasıl yapmak geldi? Gün beyaz yapıyordu. Biraz uçakla gidelim. Güzel şuralarda tutuyor. Yola kapalı. Güzel bir şurada tutuyor. Ha, tertemizdir. Gelin. Ama böyle bu ortalar var. Bu billur diye billur. Ha. Tamam. Böyle.
Ona qoyacağam. Gel seferde. Aferin kızım. Yağmur onların çok rahat yok. Çok rahat. Gözü sıxmır da ətrafdan tutur. Ekran yukarıda da kamera yeri bunun. Kamera yeri yukarıda da burada. Burada. Aa, çektim. Ay Allah. Güzel. Girer mi girer? O dedim salladan sonra şunu dört tane Bir yere girer. Hadi ödüm söyle. Atanla bir... Sabahınız xeyir olsun. Bu ikinci günümüzü paylağa gedirik. Dünənki videonun sonunda at belə deyək də günün sonuna yaxın qızını arı sancdı. O boyda millətin içində fırlandı. Bildi ki bu qızı sancmaq lazım. Gəldi bunu sancdı. Getdi işinin dalıyca. Mən bilən arılar sancarkən, yəni sancandan sonra ölürlər. İndi onu dəqiq məlumat bilmirəm, amma eşitdiyimə görə belədir.
sancdı, qolu şişdi. Daha suyun içindeydim, əlim sulu idi. Qızım gəldi, ana qolumun ağrı sancdı. Əlim sulu onun sancılan yerine iğnəsini istədim çıxardam. Dan çıxmalıydı. Əslində əlim də suluydu. Bilmədim çıxdı, çıxmadı. Nəysə baseynidən çıxdım. Gəldim bunu təzədən qoluna bir də sıxdım. Orada bir xanım dedi ki, yəni istirahətə gələnlərdən biri dedi ki, palçıq yapışdır. Getdim kolların dibini eşələdim. Palçığı götürdüm, yapışdırdım. Sonra ana ürəyimdə qaldı ki, birdən şu an həmin yerinə mikrop keçər. Nəysə, sonra bir rus qadın da dedi ki, oraya uksus tökün. İşçilərdən soruşun, onlarda olacaq. Təzədən getdik uksusu axtarmağa. İşçilərdən soruşdu, dedi uksus yox, buz versək daha yaxşı olar. Buz şişmənin qarşısını alır. Nəysə buzu qoydum. Açdım internetdə oxudum ki, palçıq haqqında heç bir məlumat yox idi, amma buz şişkinin qarşısını alır. Biz buzu qoyandan sonra təbii ki, mən bunun iğnəsini sıxmışdım, palçığı qoymuşum, ən axırda buzu qoydum. Buzu qoyduqdan sonra, yəni buz təmiz əldə əlimizdə qutardı. Sonra gördüm ki, tük kimi belə bir şey var. Həmin arı yerində. Onu çıxartdım. Sən demə əsas iğnəsi oymuş. Mən onu sıxa-sıxa çıxartmışam, üzdə saxlamışam, heç xəbərim də olmayıb. Nəysə, nə başınıza ağrıdım. Yaxşı qurtardıq, çox şükür. Bir balaca şişmişdi yüngülcə. Sonra onu təzədən bir də iğnəsini çıxardan sonra bir də dibindən sıxdım. Düz qız yazıq uşağım güc bala ilə dözürdü ağrısına, gözünün yaşını tökürdü, sanki gözündən gələn kimi. Onu çıxartdım. Biz hər il Navrana gedəndə başımıza bir iş gəlir. Keçən ildə mənim qolum zədələnmişdi, şişdi qolum. 2 gün mən baseynə girə bilmədim. İstirahətə gedən insanın qolu şişdi, zədələnmişdi qolum. Bilmirəm, nətər olmuşsa yadımda qalmayıb. Yəni bu səfər də qızımın qolu o vəziyyətə gəldi düşdü. Buna da şükür yaxşı qurtardıq. Gəlin. Gəlin ikiniz gəlin. Gel biri gel. Salam. Siz soruşacaqsınız ki, ana niyə qarşılayıb? Mən qarşılamışam. Neysə. Bugün Atlanta gedəcəyik. Görək başımıza nə gəlir. Elfario'ya gedəcəkdik, amma dedi ki, lazım deyil. Çünki oranın böyük hovuzu çox böyükdür, həqiqətən də. Atam da keçir. Uşaq hovuzu da bizim ayağımızın olduğu üçün, yəni yəni Atlanta gitməyə şeylədik. İndi görək taksi gəlir, başımıza nə gəlir. Salam, qızım açılış elədi. Bugün ikinci dəfədir. Yəni bura gələndən ikinci dəfədə Atlanta gedirik. Dünənlər Palmadaydım, paylaşdım. Canlı açmışdım daha. İndi də təzədən Atlanta gedirik. El Faro da var burada. El Faro'da biz keçən il gələndə baseynisi çox dərin idi. Yəni yoldaşımın boyu hündürdür. 70 neçədir, 1.80-də yatandır. Ona belə dərin idi. Uşaqlar mən boydan bəstəyəm. Uşaqlarla mən balaca, yəni çətin girirdik, qolçaqlarla girirdik. Mənim ayağım suyda yerə dəyməsə, elə bilirəm ki, boğularam. Belə bir qəribə bir xasiyyətim, amma sudan heç qorxmuram. Qəşəng də üzə bilirəm istəsəm. Yəni üzməyəm də superdir. Yəni batmaq ehtimalım sıfırdır da. Amma sanki o bir qorxu var, ayağım yerə dəymir. Amma Palma ilə Atlantanın suyunun dərinliyi yaxşıdır. Atlantda 2 dənə hovuz yeri var. Biri gəmili, biri timsahlı. Gəmili yer biraz skoçnadır uşaqlar üçün. Deyir, ana deyir, orada çox darıxdırıcıdır. Qəmgin mahnılar da koyurlar. Maaşı adamın ürəyi sıxılır. Amma bu birisində, timsahda atraksiyonları çoxdur. Səs-küy də çoxdur. Belə yəni orada Bir dənə riski şey var. Zamıq düz aşağı sürüşkən. Göy renklər olur. Yox, sarı bildim mən. Onu da qalxacaq. Risk adam atır aşağıya. o yaxşı da. Ləzzətlidir. Onu bilməmişəm. Bəlkə bir dəfə gəzək. No, mən getmirəm. Siz yəni baş belə.
İndi gedir timsahlı yer. Uşaqlar timsahlı yer daha çox sevirlər. Çünki timsahlı yer onlar üçün daha maraqlı olur. İki tərəfli giriş hovuzu var. Atraksiyonları var. Deməli, bir sürüşkən, bir tsunami, sonra 2 dənə də əlavə uzun, çox uzun olan sürüşkəni var. Atraksiyonlarını deyirəm ha. Yəni çox maraqlıdır. Düzdür, biz burada oteldə və yaxud da burada qalmırıq. Ayrıca ev tutmuşuq. Orada qalırıq. Amma sərf eləyir. Yəni ev tutub gəlib bura gəlib əlavə istirahət eləmək. Qızlar, qırağa. Maşa. İtələmə də. Necə keçir istirahətin? İyidir yani. Bak bana. Ders çalışmaktan iyidir yani. Güzeldir. Eve gedən kim dərs başlayacaq? Sən xəbərin var. Konuşmak istemiyorum. İstemiyorum. Nədənmiş qız? Nedeni var mı? Ders yazmıyorum. Ben kutlamıyorum. Okul istemiyorum. Öğretmenler gününü kutlamıyorum. 8 Mart'ı kutlamıyorum. Arkadaşlar bakın okula girmeden önce bir düşünün, aklınızı çalıştırın. Başka şeye girin. Mesela ne bileyim, eskiden böyle birazcık çalışın. Yoksa gitgide daha çirkinleşiyor arkadaşlar. İyi çalışmamız lazım. Birinci günü Sen yeter ki başladı, çok güzel şeyler olacak. Biz Azərbaycandayıq. Azerbaycan, ben Türkçe konuşuyorum. Azerbaycan'da tercih yaparım. Ama sonra görürüz kendimde, ben niye sevinmiştim, şimdi ağlıyorum. Ona göre çabuk sevmek lazım. Şimdi Azerbaycan dilinde tercümeyle Meryem. Biz mektubu gidemiştik. Eləmə, çox uzun olacaq. Mektup başlayıp ortasında değil ki, ay biz niye test sevinmiştim, ona göre test sevinmek lazım. Nəysə. Tercüme uzun. Hə, qızlar. İndi isə gedirik, baxın bu otelidir. İndi isə gedirik, biz həmişə ikinci hovuzuna gedirdik. İndi birinci hovuza gedirik, gəmili olan hovuza. Ora gedək görək nə olur. Günortaya qədər deyirik ki, orada olaq. Günortadan sonra gələk bu birisilə. İkinci hovuza. Ay, şlyapam düşdü. Hə. O tərəf skuçnadır. Bura restoranıdır. Yəni istəsəz burada kəşf edə bilərsiniz. Hə. Hovuzundur o. Bu velosipedlərdə səhv eləmirəmsə saatını 7 manatdan verirlər. Sürməyə 2 nəfərlikdir. Uşağı da sıxışdırsanız böyürsə 3 nəfər otura bilərsiniz. Sonra skuterləri neçəyə verirdilər? Gəlsən 15. 10 dəqiqəsini deyəsən 15 manat yoxsa 10 manata verirdilər. Nə qədər? Baxarıq, indi oranı çəkəcəm. İndi baxarıq orada. Çəkəcəm sizin üçün də. Skuter də var, sürməyə istəyənlər üçün. Velosipedi bilirəm ki, 1 saatı 7 manatdır. 7 manat. Məsələn mən. Qalxıb da. Ona da baxarıq. Mən belə deyirəm, uşaqlar elə deyib. Hə. Bu birinci hovuzdan gələn yoldur. Bayaq eşitdiyiniz mahnı hovuzdan gəlirdi. Bu birinci hovuza həmişə gəmi kimi mahnılar. Orada gəmi var, həmişə deyirik ki, kimsə gəmiləri batıb. Birazcık maraqsızdır ama yani hiç aktif diye bir şey yoktu ama ikinci havuzuna kadar şaşırdım. Ona göre orası serseriydi. Ama indi göre de onlar gelirler. Bunu sizin üçün gedirik. Sizə çəkmək üçün. Sonra qayıdar. İndi baxarsınız. Mesela bunu ara yollarla keçməlisən. O birisinin yolu daha fərqlidir. Hə, mahnı qoy. Mahnını dəyişdilər. Burada belədir. Baxın, buranın da hovuzu belədir. Bu da məşhur gəmi. Dədir ki, deməli bir göy, daha iki göy, bir göyün turbası bağlıdır, dilinin açıqdır. İkinci sarı, üçüncü də sarıdır. Daha bir dənə açıq sarı var. Deməli iki sarı, iki göydür. Hər rəngin biri açıqdır, hər rəngin biri bağlıdır. Amma sarını görürsünüz. Riski gəlir, düşür aşağı, çırpılırsan yerə. Baxın. Baxın, burada belə katriclər də var. Telefon əlimdən indi sürüşəcək. Belə bir katriclər də var. Gəmi qapıdır, şotka var, kondisioner var. Həm kondisioneri var bildiyimə görə. Həm yəni şotkası, qapısı, zadı hər şey akuratlı. Rahat şəkildə yəni gəlib qalmaq olar. Mən heç belə yaxından özümü də baxmamışdım. Sizin üçün çəkəndə gördüm. Gəldik, nəhayət tapdıq.
Baxın, soruşurdunuz. Səhv demişəm. Hə. Uşaqlar da soruşurdular, görürsən düz yeyirik ya yox. Tir bir güllə 1 manat, skuter 10 dəqiqəsi 10 manat, velosipetin 20 dəqiqəsi 22 nəfərliyi 7 manat, 4 nəfərliyi 10 manat. Hə. Dəqiq məlumat verdik sizə də. Burada çox qəşəng şəkillər eləmək olur. Atın balası, dəvə var, fil var, kərkədan var. Bu da deyirik. Biz neçə illik gəlirik və neçə illik. Mən deməksə buranı şey eləmək istəyirlər ucu. Kanat eləyəcəklər buradan. Buradan belə üzü o tərəfə indi bilmirəm nə tər olacaq. Mən gəldim gördüm ki burayı ucu eləmək nəsə yazıblardı. Yəqin nəsə eləmək istəyirlər buraya yazıblar. Okudum gördüm ki adrenalin dolu kanat yazıblar. Orada kanat yazıblar. Kanat oldu. Ama bir kanat kimi o boyda yeri götürsün yani. O boyda yeri bir 30 liraya yer. O ne için o boyda ileri? İndi Allah nə inəcəklər. Allah Bakın. Baxın. Hələ axşam burada vəhşi gözəldir. Yəni bugünün saat neçədir? Biz gəlmiş 12-yə qalır. Kaydıraklardan su içəndə kanala abunə olun deyirəm. Eşidirsiniz. Eşidirsiniz bana. Bura uşaq parkıdır. Baxın belə bir yeri də var. Ayakta tek tek sürücülü Zeynep'i kabakta sürüştürende Zeynep Kur'an'ı bu kadar günler çatları gülmekten sakın Böyle hamı geldi sen yapardı. Bunlar işçilərdir, bu çox qəşəng şeylər eləyir. Yağmur, Yağmur. Yağmur! Yağmur! Özü belə pıradı. Yağmur qəşəng üzürsən. Bura gəl.
Biraz genellikle ama yerinde sağ ol. Sağ ol atlan. Genel daha yay tatilleri. Mənə burada ağrı dişdə dava olsun, yenə də can sağ olsun. Əsəbi deyilsə sən sevirəm deməli. Düzdür? Ey, mami, bizə çəkə. Biz bu konuşmasana. Bu konuşmasaydı bu dilimizdə. Düzdür? Baxın burada şey qoyublar. Körpə uşaqları yatıstırmaqdan ötürü belə beşik qoyublar. Yəni körpələri gətirib böyükləri buradan istifadə edib körpələri də burada yatıstıra bilirlər. Sonra belə bir şeylər var, yerlənçəklər. Sonra balacalar üçün yerlənçəklər var. O tərəfdə bilyard yerləri var. Bu tərəfdə isə belə bir şeylərdir. Sevirəm bunları. Görüm inşallah. Öz həyitimizə də belə bir şey istəyirəm. Amma biraz hündürdən də, alçaqdan yox. Hələ bunun gözəlliyinə. Baxın siz Allah. Girsən içində uzanırsan. Təbii ki, burada uzana bilmərəm. Məsəl üçün də. Çünki nə bilim kimlər oturub, kimlər başını qoyub. Sonra burada belə bir şey də var. Baxın. Belə bir balaca akvapark. Akva yox, belə. Parkı var uşaqlar üçün. Belə bir parkı var. O hissə bilyard yeridir. Yəni burada gəlib qəşəng oturub dincəlmək olar. Belə bir yer də var. Bunlar yəqin ki ödənişlidir. Belə bir şeylər də var. Və əziz izləyicilərim, həqiqətən də bura çox möhtəşəm yerdir. Həm istirahət üçün çox gözəldir, həm hovuzları üçün, həm uşaqlar üçün nəzərdə tutulan ayrı bir hovuz və böyüklər üçün ayrı bir hovuz var. Hətta böyüklərin hovuzunda dərin dayazlıq var və orada nəzarət çox möhtəşəmdir, ciddidir. Yəni orada heç bir insan artıq bir şey edə bilməz. Yəni kimsə nəsə istəsə kimsə itələyə bilərmi falan mı, belə bir şeylər yoxdur. Çünki nəzarət güclü olduğu üçün hər şey qaydasındadır, çox şükür. Yəni biz bura neçə ildir, yəni gedirik, harca bir 4-5 ildir olar gedirik və getdiyimiz yerdə də eyni insanın evinə gedib kiraya götürürük və həmin insanların evində qalırıq və buradan da Badam xalaya, Sabir dayıya ayrıca bir təşəkkürlər evlərini, yəni biz ödənişli götürsək də sanki öz evimiz kimi, dədə baba mülkümüz kimi rahat şəkildə orada deyək də belə hərəkət edirik, istədiyimiz kimi istirahət edirik, bişiririk, düşürürük, otururuq, yeyirik, içirik, belə deyək. Çox super. Yəni əgər kanalıma abunə olmamısınızsa, abunə olub like atıb yorum yazmağı da unutmursunuz və ən nəhayəti vloguma axıra qədər baxdığınız üçün ayrı bir təşəkkür edirəm sizə.